yumuşaq, ağızda əriyən bezeli, cemli pirog hazırladım. Resept üçün 6 ədəd yumurtanın ağını sarısından ayırdım. Ağını bir kənara qoyub biskviti hazırlamaq üçün 6 ədəd yumurtanın sarısını mikserlə qarışdırdım. Yumurtaların rəngi açılana yaxın 100 qram şəkər tozu əlavə edib mikserlə qarışdırmağa davam etdim. 10 qram vanil də əlavə etdim. Şəkər tozu yumurtada həll olduqda otaq temperaturunda yumşatmış olduğum 180 qram kərə yağı da əlavə edib qarışdırmağa davam etdim. Krem şəklində qarışım alındı. Qarışımın üzərinə ələyin gözündən keçirərək 120 qram un, 10 qram qabartma tozu da əlavə edib qaşıqla qarışdırdım. Alınan yağlı xəmiri içərisinə yağlı kağız yerləşdirmiş olduğum diametri 24 sm olan soba qabına töküb qabın içərisində bərabər şəkildə yaydım. Əvvəlcədən qızdırmış olduğum sobada 180 dərəcədə 35 dəqiqə bişirib götürdüm. Peçeniya dadında biskvit alınır. Biskvit ilıq hala gəldikdən sonra 6 ədəd yumurta ağına 10 qram vanil, 180 qram şəkər tozunu hissə-hissə əlavə edib mikserlə qarışdırmağa davam etdim. Bezi gördüyünüz qatlığa gəlib qaşıqdan tökülmədikdə ilk olaraq ilıq biskvitin üzərinə incə şəkildə ərik cemi əlavə etdim. Daha sonra bezini əlavə edib biskvitin üzərinə bərabər şəkildə yaydım. Yenidən əvvəlcədən qızdırmış olduğum sobada 180 dərəcədə 15 dəqiqə bişirib götürdüm. Tam şəkildə soyuduqdan sonra servis etdim. Çox dadlı alındı.